Bu günlərdə Cüdo üzrə Avropa çempionatı başa çatdı. Turnirdə 15 idmançı ilə təmsil olunan yığmamız 4 medal qazandı. 1 gümüş, 3 bürünc. Ən yaxşı nəticə Azərbaycan cüdosunun siması Hidayət Heydarovun aktivinə yazıldı. Əhməd Yusifov, Turan Bayramov və Zelim Tıçqayev isə bürünc medalla kifayətləniblər. Maraqlı məqam bundan ibarətdir ki, komandamız Avropa çempionatında ardıcıl ikinci ildir qızıl medal arzusuna çata bilmir. Bu əyarı sonuncu dəfə 2024-cü ildə Zaqrebdəki Avropa çempionatında Heydarov və Elcan Hacıyev qazanıb. Həmçinin qeyd olunan turnirdə ölkəmiz medal sıralamasına görə Gürcüstandan sonra ikinci pillədə qərarlaşmışdı. Maraqlıdır, qızılsızlığın səbəbi nədir? Bu medalların dəyərləri də daha yüksək ola bilərdi. Sadəcə olaraq bizim əsas hədəfimiz oktyabr ayında Bakıda, vətənimizdə Azərbaycanda keçirilən dünya çempionatıdır. Ona görə idmançılar maksimal formada o yarışda olmalıdırlar. Amma belə ümumi hesabda pis çıxış etməyiblər. Sadəcə olaraq qızıl medal elə bir anlayışdır ki, hər üçlükdə olan insan, cüdoçu o qızıl medala layiq ola bilər. Sadəcə olaraq bu tərəzi kimidir. Tbilisi yarışı medalların əyarından çox müzakirəli məqamlarla əlamətdar oldu. Əvvəl Balabəy Ağayevin Gürcü idmançı ilə qarşılaşmasında mübahisəli hakim qərarı verildi. Balabəy yerli idmançı Georgi Sardılaşvili ilə görüşdə Yuko xalı ilə öndə olduğu vaxt qadın hakim rəqibin xeyrinə Vaza Ari verib. Görüntülərdə isə nəinki Vaza Ari, heç Yuko xalının olmadığı görünür. Yerli media isə bu xəbəri Balabəy Ağayev Avropa çempionatında uduzduruldu başlığı ilə yazdı. Rəsmilər isə bu hala baxmayaraq təmkinli davrandılar və geniş rəy vermədilər. Bəs ekspertlər qeyd olunan məqamla bağlı nə düşünürlər? Balabəy Yuka atandan sonra 3 dənə arda hücum eləyir. Hətta hücumun birini də Yuka kimi qiymətləndirmək olar. İkinci şido alırsansa, üçüncü şidonu rəqibə aldıra bilərsən taktiki gedişlərdən. Balabəy ikinci şidonu aldırır rəqibinə, amma nədənsə çox mənə qaranlıq qalır o məqam. Görüşün hakimi yox, komissarı ikinci şidonu ləğv edir. Son saniyələrdə Balabəy rəqibinə üçüncü şidonu aldıra bilir. Əgər bu ikinci şido ləğv edilməsəydi, üçüncü şido ilə Balabəy qalib gələcəkdi. Adətən favoritlərdən hesab olunan Zelim Kotsayevin bürünc medal görüşündən kənarlaşdırılması isə hər halda reyting sıralamasına və bürünc olsa belə medal göstəricisinə təsir etdi. Bunun səbəbi isə Kotsayevin yarımfinalda Simeon Katarina ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa Hansoku Make alması olub. Təcrübəli idmançının belə səhv və ya səhvlər etməsi nə dərəcə yol veriləndi? İrad bildirilməyəcək. Ne üçün? Çünki birincisi bilə-bilə eləmir. Bu tətbiq etdiyi fənd elə fənddir ki, mən son 15-20 il ərzində mən bir dəfə də görməmişəm ki, o fəndə görə yəni diskvalifikasiya olunsun. Yəqin ki, o hakimlərin də səhvi olur hansısa müxtəlif yarışlarda. Bizim zelimdir, bizim ulduzumuzdur və mənim fikrimdir, bizim federasiyanın fikridir ki, bu növbəti yarışlarda yenə də öz sözünü deyəcək. Qeyd edək ki, Azərbaycanlı idmançılar mayın əvvəlində Tacikistanda keçiriləcək böyük dəbilqə turnirində iştirak edəcəklər. Oktyabr ayında isə ölkəmizdə böyüklər arasında dünya çempionatı baş tutacaq.